Bu gün sizlər üçün dadı damağınızda qalan, bişirərkən ətri evi bürüyən, yumşaq, içi Holland pendirli simit poğaça reseptini paylaşıram. Dadı möhtəşəm və yumşaq olan bu simit poğaçalar səhər yeməyi üçün də ideal bir seçimdir. Həmçinin də məktəbli uşaqlar yemək çantasına qoyub fasilə vaxtı rahatlıqla nuş edə bilərlər. Bunun üçün 1 stakan ılıq süt, 1 stakan ılıq su, 1 paket maya, 2 xörək qaşığı şəkər tozu töküb qarışdırırıq. Maya tam həll olduqdan sonra 1 stəkandan 2 barmaq aşağı duruyaq, 1 çay qaşığı yarım duz, 1 ədəd yumurta ağı töküb qarışdırırıq. İlk öncə 4 stəkan unu töküb qarışdırırıq. Qalan 2 stakan unu isə hissə-hissə tökürük. Unun növünə görə xəmirin tutumu fərqlənə bilər. Buna görə də qalan 2 stəkan unu hissə-hissə əlavə edirik. Xəmirin yumşaqlığı elə dərəcədə olmalıdır ki, biraz ələ yapışıqlı vəziyyətdə olsun. Sonda 50 qram yumuşalmış kərə yağı əlavə edib xəmiri yoğururuq. Xəmirin yumuşaq və axışqanlığını sizə göstərirəm ki, xəmir nə dərəcədə yumuşaq olmalıdır. Və üzərini bağlayıb xəmiri 40 dəqiqə mayalamağa qoyuruq. Xəmirimiz artıq hazırdır. Xəmir mayalandıqdan sonra bir dəfə yoğrulmasının səbəbi içindəki havanın çıxarılmasıdır. Bu xəmirin daha yüngül və daha dolu olmasını təmin edir. Beləliklə də bişdikdə mədədə rahatlıq yaradır və daha yumşaq bir nəticə alınır. Xəmiri kündələrə ayırıb, üzərini bağlayıb 10-15 dəqiqə dinləndiririk. Bu müddət ərzində 200 qram Holland pendirini süzgəcdən keçirdirik. Videoda gördüyünüz kimi kündələri əlimizlə açıb, içinə Holland pendirini qoyuruq və ağzını möhkəm bükürük. 1 stəkan suya 2 xörək qaşığı bəhməz əlavə edib tam həll olana qədər qarışdırırıq və 1 stəkan küngütü qızıl rəngi alana qədər qovururuq. Xəmiri bükdüyümüz hissədən tutub ilk öncə bəhməzli suya və ondan sonra küngütə hər tərəfini batırıb soba distinə yığırıq. Poğaçalarımızı soba distinə düzdükdən sonra üzərini bağlayıb 40 dəqiqə saxladırıq. Poğaçalarımızın daha gözəl görünmələri üçün bıçaq və ya kəsici alət köməkliyi ilə üzərinə çizgilər ata bilərsiniz. Öncədən isidilmiş 180 dərəcəli sobada 30 dəqiqə bişiririk. Hazırlayan hər kəsə nuş olsun.